Murad bəy, birinci ondan başlayaq ki, Venezueladakı hadisələrdən sonra Amerika Birləşmiş Ştatlarının kimi hədəf alacağı əsas sual olaraq qalırdı və Rus dilində də bir paylaşım edilmişdi. İndi yenidən Rusiya tərəfi də Amerika Birləşmiş Ştatlarına cavab göndərib, yəni əslində qorxmadıqlarını deməyə çalışıblar. Amerika Birləşmiş Ştatları və Rusiya arasında da sanki bir gərginlik var Venezuela hadisəsi üzərindən. İstərdim ki, birinci bundan başlayaq. Yəni, Venezueladakı Birləşmiş Ştatların bu zərbələrindən sonra, Maduro'nun ələ keçirilməsindən sonra Rusiya hansı mövqeyi sərgilir? Düzdür, Rusiyadan bugün bütün məsələlərlə bağlı cavab odur ki, bayramdır, biz demək olar ki, çalışmırıq, amma istərdik ki, təhlillər aparaq. Rəsmi götürsək, Rusiya tərəfi Venezuela ilə bağlı Xarici İşlər Nazirinin bəyanatı oldu ki, Maduro təcili olaraq azad olunmalıdır. Amma hamısı üçün aydındır ki, bu cür bəyanatlar reallaşdırılması mümkün deyil. Amerika Birləşmiş Ştatlarının bugünkü administrasiyasının siyasətini nəzərdən keçirsək və vaxtilə onlar da qeyd edirdilər ki, onlar Monroe siyasətinin tərəfdarıdırlar. Bu baxımdan biz görəcəyik ki, Amerika Birləşmiş Ştatlarının əsas siyasəti ilk növbədə öz ərazisində, Amerika Latin ölkələri arasında olan ərazilərdə öz təsir imkanlarını artırmaqdır və Amerika bunu heç gizlətmir də burada Rusiyanın və Çinin təsir imkanlarını azaltmaqdır. Bu baxımdan çox güman ki, növbəti addımlardan biri ola bilər Kolumbiya, bunu səsləndiriblər, Kuba. Amma Kubaya birbaşa müdaxilə ilə bağlı söhbətdən getmir. Amma Kuba çox güman ki, Venezueladakı hadisələrdən sonra çox ciddi iqtisadi bir krizislə rastlaşacaq. Ona görə ki, Kubanın iqtisadiyyatı ancaq və ancaq Venezueladan aldığı ucuz neftin hesabına dayanırdı. Və növbəti addım kimi dünənləri mən məlumat oxudum. Aparıcı senator Lindsey Graham'la Donald Trump'ın görüşü və işarələr İrana. Bu ilə də bağlı ciddi addımlar var. O nədən ibarətdir? Biz görürük ki, artıq Amerika Birləşmiş Ştatlarına məxsus olan ağır təyyarələr artıq Amerikadan Avropaya və Körfəz tərəfinə göndərilir. Bu da çox ehtimal ki, Amerika Birləşmiş Ştatları İranla bağlı hansısa əməliyyatı həyata keçirmək nəzərdə tutur. Çox güman ki, bu istiqamətlər olacaq. Bir məsələ də var. Əslində biz bilirik ki, həm İran, həm Rusiya Maduronu dəstəkləyən ölkələrdən idi və hər iki qonşu ölkəmiz kredit verirdi, müəyyən pullar yatırırdı ki, Maduro hakimiyyəti ayaqda qalsın. Düzdür, hazırda Rusiya hökuməti yüksək səslə fikir bildirmir. Rodriguezlə bağlı fikir söylədilər ki, biz Xarici İşlər Nazirliyi səviyyəsindəki dəstək verməyə hazırıq, amma bu təsir rıçaqlarının əlindən çıxması və yaxud da deyək ki, ayrılan bu böyük kreditlərin əslində batması Rusiya və yaxud da İran üçün hansı nəticələr doğura bilər? Çox ciddi nəticələr. Artıq Rusiya tərəfi gizli şəkildə danışıqlar aparır ABŞ-la. Xüsusi olaraq Rusiyanın Venezuelaya yatırdığı vəsaitlə bağlı səslənən rəqəmlər hardasa 16 milyarddan söhbət gedir. Burada əsas yatırımları Rusiyanın Rosneft şirkəti həyata keçirdi. Ondan başqa vaxtilə Venezuelaya kifayət qədər kreditlə silah-sursat verilmişdi. Bu böyük rəqəmdir və bu böyük rəqəmi geri qayıtmasını təmin etmək üçün açıq yox, gizli şəkildə Rusiya Amerika Birləşmiş Ştatlarına danışıq aparır. Amma mən inanmıram ki, ABŞ Venezuela neftlə bağlı məsələlərdə kiməsə güzəşt gedəcək. Artıq bunu Trump özü də səsləndirir. Birincisi. İkincisi, əlbəttə ki, bu İran üçün də çox ciddi zərbədir və xüsusi olaraq Rusiya üçün də ciddi zərbədir. Həm də Çin üçün də. Ona görə ki, əsas Venezuelanın neftini alan ölkələrdən biri də Çin idi. Bu baxımdan əlbəttə ki, hər bu üç ölkə üçün ciddi təsir göstərir. Amma İranı götürsək, İranın özünün vəziyyəti bu günlər çox ağırdır. İranda bilirsiniz ki, dəfələrlə etirazlar olurdu, amma son dövrlər baş verən etirazlar kimi mən bu dərəcədə görməmişdim. Artıq dünən gecə İranın iki böyük şəhərində, biri Abadandır, biri adı yadından çıxdı, şəhərdə artıq yerli əhali dövlət orqanlarının hamısını nəzarətə götürüb. Yəni artıq iki şəhərdə çevriliş baş verib.
Bu çox ciddi faktordur. Və bunlar hamısı əlbəttə ki, ümumi götürəndə bu üç bucağın Rusiya, Çin, İran maraqlarına çox ciddi zərbələr olacaq. Murad bəy, bir də Donald Trump'dan açıqlama gəldi. 30-50 milyon barel neft verəcək deyir Venezuela Birləşmiş Ştatlara və bu deyəkdir ki, savaşın əvvəlcədən bir neft savaşı olduğu da vurğulanırdı. Donald Trump çəkinmədən bunu bəyan edir və siz də dediniz ki, burada Çinin, İranın, eləcə də Rusiyanın müəyyən mənada dayaqlarına zərbə kimi də dəyərləndirilə bilər. Neft baxımından Çin, digər aspektlərdən İran və Rusiya. Venezuela'nın Birləşmiş Ştatlara 50 milyon barel verəcəyi ilə bağlı xəbər əslində nəyi izah edir, nəyi açmış olur? Burada məsələ çox mürəkkəbdir. Biz tarixə baxsaq, ümumiyyətlə Venezuela 2-ci Dünya müharibəsindən əvvəl Venezuela dünyada ikinci yer tuturdu neft istehsalı üzrə. Amerika Birləşmiş Ştatlarından sonra. Və orada o neftin istehsalında kifayət qədər ABŞ şirkətləri iştirak ediblər. Böyük miqdarda maliyyə imkanları yatırıblar. Və Venezuela elə ölkədir ki, 2-ci Dünya müharibəsindən bugünkü günə qədər bəlkə də ildə bir dəfə dövlət çevrilişi, hərbi çevrilişlər baş verirdi. Və dəfələrlə olaraq hakimiyyətə gəlmiş solçu qüvvələr Amerika Birləşmiş Ştatlarına məxsus olan neft şirkətlərini milliləşdirmişdi. Və uzun müddət idi ABŞ arbitrajda və s. iddialar qaldırılmışdı Venezuela rəhbərliyinə qarşı. Və bu baxımdan bu günləri Trump da bunu qeyd edir ki, Venezuela bizə kifayət qədər vəsait borcludur. Çox güman ki, ona istinad eləyir. Və bir şey də deyim, bu günləri Venezuela hamı bilir artıq bunu. Dünyada neft ehtiyatlarına görə, OPEC-in qiymətləndirilməsinə görə 17%-li, yəni birinci yer tutur. Amma bu neft sənayesini kifayət qədər təcrübəsiz istifadə etdiklərinə görə sadəcə olaraq dünya bazarına neftin 1%-ni ixrac edir. Başa düşürsünüz? Yəni 17% bunun ehtiyatı var. çoxdur, amma ki bazara çıxarılması çox çətindir. Ona görə ki, bu gündən sonra çox güman ki, ABŞ Venezuela rəhbəri ilə yenidən Amerika şirkətlərinin ora qayıtması, o neft istehsalında iştirak eləməsini təmin edəcək. Bu baxımdan hesab edirəm ki, bəli, Amerika Venezuela neftini nəzarətə götürəcək və Venezuela nəzarətə götürəndən sonra artıq ABŞ dünya neft bazarında aparıcı qüvvəyə malik olacaq. Bu baxımdan artıq neft qiymətləri ilə bağlı öz siyasətini həyata keçirə biləcək və s. Bu çox vacib amildir. Ona görə də, məsələn, sual yaranır ki, niyə Kubaya hücum olmadı, Venezuela hücum oldu? Ona görə Venezuela neft var. Və İran ətrafında niyə müzakirələr gedir? Ona görə ki, İranda böyük neft ehtiyatları var. Vaxtilə Amerika Birləşmiş Ştatları İraqa niyə hücum elədi? İraqda neft ehtiyatları var. Amma biz görürük, bəli, Şimali Koreya ilə bağlı Amerikanın arasında çox ciddi ziddiyyətlər var. ABŞ heç hərbi əməliyyatlardan da heç düşünmür. Ona görə ki, maraq yoxdur. Bu baxımdan hesab edirəm ki, əsas maraqlardan biri əlbəttə ki, neftdir. Murad bəy, biraz da elə biz Rusiya ilə münasibətlərdən danışırıq, Amerika Birləşmiş Ştatlarının hazırda fokuslandığı məsələlərdən söz açırıq. Bir tərəfdə də Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır axı. İstəklər koalisiyası toplaşaraq mühüm qərarlar qəbul etdiklərini vurğuladılar və Parisdə keçirilən tədbir çərçivəsində Ukraynanın təhlükəsizlik zəmanətləri necə təmin olunacaq? Əsas sual buna dair verildi və hərbçilərin yerləşdirilməsi ilə bağlı da ortaq məxrəcə gəlindi. Bu kontekstdə danışsaq, bu Paris görüşündən sonra yeri gəlmişkən bugün də davam edəcək Birləşmiş Ştatlarında qatılması ilə birgə nə nəticə əldə oluna bilər? Yəni Rusiyanın istəyi və yaxud da deyək ki, bir münasibəti reaksiyası alınmadan bu birləşmə, bu birgə layihələrin icrası nəticə verəcəkmi? Deməli, Parisdə baş verən danışıqlar və səslənilən bəyanatlar ondan irəli gəlir ki, əgər sülh müqaviləsi olsa, Ukraynanın tələb elədiyi təhlükəsizlik zəmanətləri hansı formada, nə cür həyata keçiriləcək? Əsas danışıqlar bu ilə bağlı idi və bu demək deyil ki, bundan sonra sülh olacaq, müharibə dayanar və s. Bu, ümumi prosesin bir hissəsidir. Yəni, təhlükəsizlik zəmanətləri ilə bağlı olan hissəsidir və burada ilk dəfə olaraq Avropa, ABŞ bir yerdə, hətta orada 35 ölkədir, bir yerdə bəyan elədilər ki, beynəlxalq qüvvələrin Ukrayna ərazisində yerləşdirilməsi. Bunu açıq-aydın Böyük Britaniya və Fransa silahlı qüvvələrinin
hərbi kontingenti 30 min nəfərdən söhbət gedir. Hətta Böyük Britaniyanın baş naziri hərbi bazaların yerləşdirilməsindən də söhbət gedir və Amma Birləşmiş Ştatlar əskərlərinin adı çəkilmir. Reuters də bu barədə yazdı. İndiki mərhələdə çəkilmir. Ona görə ki, Witkoff hələ deyib ki, danışıqlar gedəcək və bu gün də sabah da danışıqlar gedəcək. Çox güman ki, ha vaxtsa bu nəzərdə tutulur, amma indiki zaman bunlar bunu səsləndirmirlər. Amma Witkoffun da dediyi, əgər səhv eləmirəmsə, Kuşnerin də dediyi fikir ondan ibarətdir ki, əsas məsələlərdən biri Ukrayna-Rusiya müharibəsinin dayandırılmasında ərazi problemləri. Yadınızdadsa biz sizinlə burada müzakirə edirik ki, ən ciddi məsələ o ərazi problemləridir. O hələ aradan götürülməyib. Amma ümumiyyətlə desək ki, ümumi bu danışıqların nəticəsi ondan irəli göstəricisidir ki, bu Ukrayna tərəfinə bir dəstəkdir. Ümumi prosesdə dəstəkdir. Çox güman ki, buna Rusiya tərəfinin reaksiyası mənfi olacaq. Rusiya tərəfindən əslində reaksiya soruşulub və açıqlama təqribən bununla bağlıdır ki, bilirik ki, bugün xüsusilə də Milad bayramıdır və Milad tətilində olduğunu diqqətə çatdırıblar Rusiyalı rəsmilərin və daha sonra tətildən qayıtdıqdan, döndükdən sonra Avropa və Amerika Birləşmiş Ştatlarının bu planı ilə bağlı hər hansı bir fikir söyləniləcəyi diqqətə çatdırılıb. Sizcə doğrudan da bu məsələyə münasibət bildirilməməsinin səbəbi Milad tətili ilə əlaqədardır, yoxsa biraz da ölçü biçmək, vəziyyəti nəzarətdə saxlayıb həm də Amerika Birləşmiş Ştatlarından hansı açıqlamalar gələcək, bunu süzgəcdən keçirdikdən sonra münasibət bildirməkdir məqsəd? Şübhəsiz əlbəttə ki, burada Rusiya tərəfi Milad bayramını səbəb göstərərək vaxt tutur və bu vaxt ərzində həm ümumi yaranan hadisələri təhlil edirlər, xüsusi Venezuela ilə bağlı, İran ətrafında baş verəcək hadisələri və çox güman ki, özlərinin gizli əlaqələri vasitəsilə ABŞ-la müəyyən danışıqlar aparırlar. Ondan sonra səsləndirəcəklər. Amma mən yenə də düşünürəm ki, bundan da əvvəl yadınızdadırsa Rusiya prezidentinin fikri o barədə ki, mənim iqamətgahıma hücum olub və s. Bunlar hamısı göstəricilərdir ki, Rusiya tərəfi bu cür proseslərdən yayınmaq istəyir və ümumiyyətlə o xaricdə səslənilən fikirlər Rusiyanın doktrinasına uyğun gəlmir axı. Necə düşünürsünüz? Böyük Britaniyanın və Fransanın silahlı qüvvələri Ukraynada yerləşirsə və Rusiya tərəfi həmişə bəyan edirdi ki, biz NATO-nun genişlənməsinə imkan verməliyik. Bu faktiki olaraq NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsidir. Orada heç gizlədilmir ki, biz müharibədən sonra Ukrayna üçün 800 minlik ordunun tam şəkildə təminatını həyata keçirməyə hazırıq. Qara dənizdə bütün nəzarəti Türkiyə verilir, Türkiyə də NATO ölkəsidir. Bu baxımdan NATO-nun adı çəkilməsə, amma reallıqda NATO qüvvələrinin Rusiyaya yaxınlaşmasında söhbət gedir. Ona görə mən düşünürəm ki, Rusiya tərəfi bu ya və digər formada bu danışıqları pozmaq, bu nəticə ilə bağlı razılaşmamağa müxtəlif fikirlər söyləyəcək. Murad bəy, bir də biz Amerika Birləşmiş Ştatlarının dedik ki, Rusiyaya yönəlik mesajları var idi. Rusiya da elə Amerika Birləşmiş Ştatlarına qorxmuram tərzində bir cavab verdi və həm İran, həm də Rusiya hazırda bu mövqedən çıxış eləməyə çalışırlar. Amerika Birləşmiş Ştatları ilə Rusiya münasibətlərində son vaxtlarda biz Donald Trump'ın timsalında bir yumşalma görürdük və bəzi ekspertlər bu qənaətdədirlər ki, bu mərhələdən sonra biz yumşalmanı izləməyəcəyik. Biraz sərt ritorik ola bilər. Misal üçün, az öncə elə təyyarə məsələsini xatırlatdınız. Daha doğrusu PUA-ların, xüsusilə də Rusiya prezidentinin iqamətgahının üzərində uçması xəbərinin təsdiqini tapmadığını da Trump dedi. O zaman Rusiya və Amerika Birləşmiş Ştatları bu mərhələdən sonra biraz gərginləşə bilər, yoxsa bu daha çox dalğalanma şəklində davam eləyəcək? Bəzən gərgin, bəzən daha yumşaq. Çox gözəl söz dediniz, dalğalanma. Biz görürük ki, Amerika Birləşmiş Ştatlarının prezidentinin siyasətində istər Ukrayna tərəfə, istər Rusiya tərəfə məhz o dalğalanma siyasətindən irəli gələrək vaxtaşırı gah təzyiq olur, gah yumşalma olur. Bu da o ilə bağlıdır ki, hər iki tərəfi ortaq məxrəcə gətirməklə bağlıdır. Arada biz gördük ki, Ukraynaya təzyiqlər artırdı, sonra yumşalma olurdu və məsələn Parisdə olan danışıqlar mən Ukrayna tərəfə güzəşt kimi və Rusiya tərəfə təzyiq kimi qiymətləndirirəm və siz düz qeyd etdiniz ki, Donald Trump'ın bu cür sərt bəyanatları və biz mətbuat konferansına baxsaq Rubio'nun və Amerikan
Müdafiə Nazirinin Venezuela ilə bağlı orada da Peterson. Rusiya tərəfindən müxtəlif atmacalar atıldı. Bu onun göstəricisidir ki, Amerika tərəfi Rusiyaya təzyiqlərə başlayıb. Rusiya tərəfi yumşalmaya getməsə, çox güman ki, bu təzyiqlər həm ritorikada olacaq, həm də ola bilsin ki, Ukrayna tərəfinə əlavə hansısa silah-sursat və yaxud Ukrayna tərəfini Amerika silahlarından istifadə üçün müəyyən Rusiya ərazisində obyektlərə vurulma icazələri veriləcək. Murad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün. Sağ olun.